İzləyicilər, isim bəhsi qaldığımız yerdən davam edirik. 101-ci sual. İsimlərə ardıcıl olaraq hansı qrammatik şəkilçilər artırılır? Demək, cəm, mənsubiyyət, hal. 2, 3, 1. 2, 3, 1 cavabı da C variantındadır. Hansı isimlərdə yalnız adlıq halda olan isimlər, hansı cümlələrdə yalnız adlıq halda olan isimlər işlənmişdir? Onun çarpayısı kiçik bir otaqdadır, dadə yerli çaldı. Deməli, birdə yoxdur. Birdə həm adlı hal var, həm də yerli çal var deyə biri götürmürük. Gözləri gülür, ürəyi sakit-sakit döyünür. Onun gözləri gülür, onun ürəyi sakit-sakit döyünür. Ancaq mənsubiyyətə görə dəyişib, adlı haldadır ona görə də. Deməli, biri götürürük 2. Xəstəxananın qapısı ağzında bir qadın dayanıb. Xəstəxananın sözü yiyəli çalda olduğuna görə bunu götürmürük. 3'ü çıxdıq. Dünən gördüyü dəri çanta bu gün orada yox idi. Dəri və çanta sözləri hər ikisi isimdir və hər ikisi adlı haldadır. 2, 4. Bir də yaz yağışı bar gətirər, qış yağışı qar. Yazın yağışı. Bu da yaz sözü burada adlı halda yox, qeyri-müəyyən yiyəli çalda olduğu üçün 5'i götürmürük. Elə cavablarımız olacaq 2, 4, o da olacaq E bəndi. 103-cü sual. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Demək, kənddə sözü, qohumundan sözü, 2 dənə isim verilib. İsimlər eyni haldadır. Kənddə yerli haldadır, qohumundan çıxışlıq haldadır. Bir səhvdir. Biri götürmürük. Bir olan cavablarda çıxırıq. Deməli, D, E, C bəndi getdi. Mənsubiyyət şəkilçili isim var, düzdür. Qohumundan, onun qohumundan var, bu düz olacaq. Birini 2 götürdük. İsimlər yazıldığından fərqli tələffüz olunur. Kənddə, qohumundan, bu da düzdür. 2, 3 düz cavabdır. Yanlışdır hissəsinə baxırıq. İsimlərin quruluşca növləri fərqlidir. İsimlər ümumidir, təkdədir. İsimlər ümumidir, təkdədir, düzdür. Amma quruluşca növləri fərqlidir, səhvdir. Hər ikisi sadə isimdir. Ona görə də quruluşca növləri fərqli deyil. 2, 3, 4. 2, 3, 4 cavabı da olacaq A bəndində. 104-cü sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. İsmin quruluşca müxtəlif növlərinə aid nümunə var. Ac toyuq yuxusunda darı görər. Toyuq sözü sadədir, yuxu sözü sadədir, darı sözü sadədir. Birdə yoxdur. Ağıllı uşaq özünü bələkdə görər. Uşaq sözü sadədir, bələk sözü isə bələmək sözündəndir, düzəltmədir. Biri olacaq 2. Deməli, ikinci cümlədə həm sadə isim var, həm də düzəltmə isim var. İndi baxırıq digərinə. İsmin quruluşca yalnız bir növünə aid nümunə var. Baxaq. Ağıllı düşmən ağılsız dostdan yaxşıdır. Düşmən dost. Hər ikisi sadədir. Ona görə bu düz olacaq. 2, 3, 4-cüyə də baxaq. Bağı bağban yeyər, qoyunu çoban. Çoban və qoyun sözləri sadədir, amma bağban düzəltmədir, bağ sözü də sadədir. Deməli, burada bir növünə aid yox, 2 növünə aid var. Ona görə 4 səhv cavab olacaq. Cavabımız olacaq 2, 3. O da olacaq E bəndi. 105-ci sual. Verilmiş cümlədəki isimlərlə bağlı doğru fikirləri müəyyən edin. Yoğun barmaqları titrəyir, damarları tel kimi gərilirdi. Barmaqları, onun barmaqları, onun damarları. Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər var. Bir düzdür. Mənsubiyyət şəkilçili isimlər təsirli haldadır. Xeyr, bu səhv olacaq. 2 səhvdir. 2 olan cavablarda çıxırıq. A bəndi, B bəndi və C bəndi getdi. Cümlədə yalnız adlı halda olan isimlər işlənmişdir. Barmaqları, nə, damarları nə, tel sözü də nə sualına cavab verir. Bu düz olacaq. 1, 3. Bütün isimlərin tərkibində qrammatik şəkilçi var. Xeyr, tel sözündə yoxdur. Ona görə bu səhv cavab olacaq. İsimlərin quruluşca növləri eynidir.
Barmaq sadədir, damar sadədir, tez sadədir. Bu da düz cavab olacaq. 1, 3, 5, 1, 3, 5 cavabı da olacaq E bəndi. 106. İsimdən düzələn isimləri müəyyən edin. Meydança sözü isimdən düzəlib, təmizlik sözü sifətdən düzəlib, A bəndini çıxdıq. Güllük, çaylaq. Demək, əslində cavabımız elə güllük və çaylaq sözləridir. Çünki gül sözü də isimdir, çay sözü də isimdir. C bəndində yataq sözü feildən düzəlib, C bəndini çıxdıq. E bəndində daşlıq sözü isimdən düzəlib, amma dinləyici sözü feildən düzəlib. D bəndində də yaxşılıq sözü sifətdən düzəlib. Cavab olacaq 106-da B bəndi. 107. Nə xoşdur ellərin şirin avazı, güldüz ölkəmizin çiçəkli yazı. Şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizdədir. Altından xətt çəkilmiş sözlərdən yalnız biri təsirli haldadır. Ellərin avazı mənsubiyyət, ölkəmizin yazı mənsubiyyət, şairin qələmi, aşığın sazı mənsubiyyət, bülbülü mat qoyan dillər, nəyi, bülbülü. Bülbülü sözü təsirli haldadır. 107-də cavab olacaq D bəndi. 108. Feildən düzəlmiş isim hansı cümlədədir? Çəki daşları tərəzinin yanındaydı. Çəkmək sözündən çəki düzəlib, A bəndi olacaq çox güman ki, düzgün cavabımız, amma digərlərinə də baxaq. B bəndindəki isim düzəltmə yox sadədir. C bəndində sadədir kölgə sözü. D bəndində hava sözü sadədir. Əsər əlamət mürəkkəbdir. E bəndində də qılınc sözü sadədir. Cavabımız olacaq çəki sözü. Çək sözündən, çəkmək feilindən çəki yaranıb isimdir. 109. Feildən düzəlmiş isim hansı cümlədədir? Qorxaq hər şeyi dörd görər. Qorxaq sözü sifətdir, A bəndini çıxdıq. Hərbi təlim uğurla başa çatdı. Hərbi sözü sifətdir, B bəndini çıxdıq. C bəndi ölçü vahidləri düzgün təyin edilmişdir. Ölçmək feilindən ölçü sözü düzəlib. O da olacaq isim. Deməli cavabımız olacaq C bəndi. 110. Elin gücü selin gücü cümləsində buraxılmış şəkilçini müəyyən edin. Elin gücü selin gücüdür. Demək, şəxs xəbərli şəkilçisi, o da olacaq C bəndi. 111. Birləşmələrin birində birinci tərəf yəlik halda olan mənsubiyyət şəkilçili isimdir. Aslı tərəf yəni. Qəlbin incəliyi. Cavab ilə A bəndi olacaq. Yox, cavab A bəndi olmayacaq. Mənsubiyyət şəkilçili isimdir deyir. A bəndində mənsubiyyət şəkilçisi yoxdur, sadəcə yiyəlik haldır. Oxumağımın bəhrəsi, burada məstərdir, bizim qızlar əvəzlikdir, birisinin yazdığı saydı. Cavabımız olacaq C bəndi, gözümün nuru, mənim gözüm mənsubiyyət, gözümün nuru yiyəlik. 111 C. 112. Hansı cümlə yiyəlik halda olan sözlə başlamır? İşin çətinliyi, A bəndi yiyəlik halına başlayır. Sözlərin məni çox düşündürdü. Aha, sənin sözlərin məni çox düşündürdü. Buradakı in yiyəlik hal deyil, mənsubiyyət şəkilçisi olduğuna görə 112-də B olacaq. 113. Hansı cümlə yiyəlik halda olan sözlə başlayır? Baxaq, səpin bu il biraz gecikdi. Burada leksik şəkilçidə A bəndini çıxdıq. Sözlərin məni xeyli düşündürdü. Sənin sözlərin. Burada mənsubiyyət şəkilçisidir. B bəndini çıxdıq. Maşın bugün yaxşı işləyir. Adlı haldadır. Bizim birlikdə görüləcək işlər. Bizim sözü yiyəlik haldadır. Demək, elə cavab olacaq D bəndi. Çünki deyir, yiyəlik halda olan sözlə başlayır. Yiyəlik halda olan şəxs əvəzliyidir. 114. Yiyəlik halda olan söz hansı cümlədədir? Əlində körpəni oynadır qarı, göstərir uzanan dilsiz yolları. Demək, burada əlində yerli çal, körpəni
Təsirli çal, qarı adlı kal. Göstərir uzanan dilsiz yolları. Nəyi? Yolları təsirli yap. Qapıya gələni əlboş qaytarmazlar. Qapıya yönlü çal. Gələni sözü də təsirli yap. Böyük bir dəstə bayrağın önündən keçdi. Nəyin önündən? Bayrağın. Baxın, bayrağın sözü nəyin sualına cavab verir? Deməli, yəli çalda olacaq. C bəndi. 115. Hansı cümlələrdə xəstə sözü adlı haldadır? Xəstənin vəziyyəti yaxşılaşırdı. Burada yiyəli çaldı, biri çıxdıq. Baş həkimin xəstəsi mənsubiyyətdə adlı hal hesab olunur. 2. O palatada xəstə görmədi. O palatada xəstəni görmədi. Burada təsirli aldı. 3 olmayacaq. Xəstə ağrıdan şikayət edirdi. Kim xəstə adlı halda 4 olacaq. Xəstəni müayinə etdilər. Kimi xəstəni burada da təsirli aldı. Elə cavabımız olacaq 2-4. 2-4 cavabı da olacaq B bəndində. 116. Sənin biçinin söz birləşməsində in şəkilçiləri hansı bənddə düzgün izah olunub? Sənin sözündəki yiyəli çalın şəkilçisidir. Biçinin sözündə 2 dənə in şəkilçisi var. Biri leksikdir, biri qrammatik. Biç sözün köküdür. Deməli, in leksik şəkilçisidir, feildən isim düzəldən. Bu isə qrammatik şəkilçisidir, mənsubiyyət şəkilçisi. Deməli, birincisi olacaq hal şəkilçisi, ikincisi olacaq feildən isim düzəldən şəkilçisi, üçüncüsü isə mənsubiyyət şəkilçisi, o da olacaq B bəndi. Düşüncə isminin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. 117. Düşüncə. Düşünmək sözündən düşüncə yaranıb. Səhvi müəyyən edin. Tərkibində bir şəkilçi var. Düzdür. Düzəltmədir. Düzdür. Mücərrəd mənalıdır. Düzdür. Gözlə görmək olmur. Sözün kökü düş feilidir. Səhv olacaq. Bu çünki düş feili yox, düşün feilidir. Ona görə 117-də olacaq cavabımız D bəndi. 118. Sinif sözünə aşağıdakılardan hansı şəkilçi qoşulduqda söz kökünün son saiti düşür? Saitlə başlayan şəkilçi qoşulanda düşəcək. Ona görə də cavab olacaq A bəndi. 119. Düzəltmə isimlər işlənən nümunəni müəyyən edin. Namərd körpü salsa onda ad olmaz. Namərd düzəltmə damma isim deyil, sifətdir. Alçaqlıq insana bir sənət deyil. Ucalıq yaxşıdır uca dünyada. Alçaqlıq sözü alçaq sözündən yaranıb isimdir. Ucalıq sözü də uca sözündən yaranıb isimdir. Hər ikisi düzəltmə isimdir. Hər ikisi sifətdən düzəlib. Ona görə cavab olacaq 119-da B bəndi. 120. Cümlələrin birində düzəltmə isim işlənib. Payız olur əsir soyuq küləklər. Soyuq sözü düzəltmə damma isim deyil, sifətdir. Namərd körpü salsa onda ad olmaz. Namərd sözü düzəltmədə amma sifətdir. Harda əcdadımın ayaq izi var. Bu zəfər bayrağım orada dikəlsin. Burada da düzəltmə isim yoxdur. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Buradakı isimlər də sadədir. E bəndi, yaxşılıq insana bir sənət olsun. Yaxşılıq sözü düzəltmə isimdir. Demək, sifətdən düzəlmiş isimdir. Ona görə 120-də cavab olacaq E bəndi. 121. 121-də deyir, hansı nümunələrdə isimlərin hər biri fərqli haldadır? Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam. Uğurlarıma yönlük, gənclikdə yerlik, aclıq və əzablara borcluyam. Nəyə? Demək, burada yönlük halda, ikisi yönlük haldadır, biri yerlik haldadır. Hər biri deyir fərqli halda olsun. Yönlük halda 2 dənə söz var deyə biri götürmürük. Yetişmək üçün meyvənin günəşə, cavanın məsləhət dinləməyinə ehtiyac var. Meyvənin sözü yiyəlik haldadır, günəşə sözü yönlük haldadır.
Məsləhəti sözü təsirli haldadır. Ehtiyac da adlıq haldadır. Deməli, hər biri fərqli haldadır. Biri yiyəlik, biri yönlük, biri təsirlik, biri isə adlıq halda. Cavablardan biri olacaq 2, 121. Biri olacaq 2. Sonra, qorxaq adam həmişə başqalarında qorxu hissi oyatmağa çalışır. Adam adlı haldadır. Qorxu hissi, qorxunun hissini bu yiyəlik haldadır, hissini isə təsirli haldadır. 3'ü də götürə bilərik. 2, 3. Bir də köhnə paltar geyinmək təzəsini dilənməkdən yaxşıdır. Köhnə paltarı geyinmək, paltarı təsirlik, təzəsini təsirlik. Hər ikisi eyni haldadır deyə 4'ü götürmürük. Ağıllı adam öz səhvini düzəltməyə çalışır, axmaq isə sonacan səhvi üzərində düşünür. Adam adlı haldadır, səhvini təsirli haldadır. Səhvi üzərində, səhvi sözü demək, öz səhvi adlı haldadır. Deməli, üzərində isə olacaq yerlik halda. Ona görə cavab olacaq, biri də olacaq 5. 2, 3, 5 cavabı da olacaq A bəndi. 121'də cavab A. 122. Verilmiş cümlələrlə bağlı ortaq fikirləri müəyyən edin. Bu bizim həyat yolumuzda bitmiş tikan koludur. Həyətimiz, evimiz suyu sovrulmuş dəyirman kimi boş idi. İsimlər quruluşuna görə sadədir. Həyat sadə, yol sadə, tikan sadə, kol sadə. Həyət sadə, ev sadə, su sadə, dəyirman sadə. Düzdür, bir düzdür. Mənsubiyə şəkilsiz isimlər işlənib. Həyat yolu burada var, tikan kolu burada da var. Həyətimiz, evimiz. Bu da düzdür. 1, 2 düz olacaq. Qeyri-müəyyən yiyəlik halda olan isimlər var. Qeyri-müəyyən yiyəlik hal. Hər ikisinə baxaq. Hər ikisi üçün ortaq cəhət olmalıdır. Birinci cümlədə var. Həyat yolu, həyatın yolu, tikan kolu, tikanın kolu. Amma ikinci cümlədə yoxdur. Ona görə bu səhv cavab olacaq. Hər ikisinə aid deyil. Mənsubiyə şəkilçili isim hal şəkilçisi də qəbul etmişdir. Birinci cümlədə qəbul edib, düzdür, yerli çalın şəkilçisini qəbul edib. Amma ikinci cümlədə həyətimiz, evimiz qəbul eləməyib. Ona görə 4'də olmayacaq. Mənsubiyə şəkilçili isimlər müxtəlif hallardadır. Baxaq. Deməli, həyat yolumuzda yerli haldadır. Tikan koludur, adlı haldadır. Həyətimiz, evimiz isə adlı haldadır. Müxtəlif hallardadır. Birinci cümlədə müxtəlif hallardadır. Amma ikinci cümlədə müxtəlif hallarda deyil. Adlı haldadır hər ikisi. Ona görə 5'i də götürməyəcək. Elə bizim cavabımız olacaq 1, 2. 1, 2 cavabı da olacaq A bəndi. 122 oldu A bəndi. 123-cü sual. Tünd qara hərflərlə yazılmış şəkilçilərlə bağlı klasterə uyğun fikirdir. Qarabağın təbiəti. Demək, yazıb burada əşyanın hansı şəxsə aid olduğunu bildirir. Yəni, mənsubiyə şəkilçisidir də. Qarabağın təbiətində isə Qarabağın deməli yiyəlik haldadır. Deməli, bir səhv cavabdır. 1 olan cavabları çıxdıq. A, D, E bəndi getdi. Doğma Şuşamız. Demək, doğma Şuşamız 123. Mənsubiyyətə görə dəyişib, bu düzdür. Deməli, burada olacaq 2. Cavablardan biri olacaq 2. Sənin kitabın. Bu da mənsubiyyətə görə dəyişib. 3. Komandamızın kapitanı. Komandamız, bizim komandamız. Bu da düzdür. 2, 3, 4. Dəniz sahilini nəyi? Bu təsirli alın şəkilçisidir. Mənsubiyə şəkilçisi deyil. Cavablarımız olacaq 2, 3, 4. O da olacaq B bəndi. 124. Çərçivə daxilində verilmiş sözlə bağlı doğru fikirlərdir. Həmin mağazada qızıl saat da satılır. Qeyri-müəyyən təsirli haldadır. Səhvdir.
İsimdir. Düzdür. 2. Cümlədə mübtəda vəzifəsindədir. Səhvdir. Cümlədə necə sualına cavab verir? Düzdür. Təyin vəzifəsindədir. Bu da düzdür. Əşyanın rəngini bildirir. Səhvdir. Əşyanın rəngini bildirsəydi sifət olardı. Amma bu materialı bildirir. Saatın nədən olduğunu bildirir. Cavablarımız olacaq 2, 4, 5. 2, 4, 5 cavabı da olacaq C bəndi. 125. Hansı cümlənin əvvəlindəki ismə hal şəkilçisi artırmaq olar? Baxaq. Dəniz dünən olduğu kimi yenə dalğalı idi. Bir də artırmaq olmaz. Bulaq suyu göz yaşı kimi şəffaf idi. Bulağın suyu bura artırmaq olar. 2. Körpə səsi həyətdə eşidilirdi. Körpə səsi həyətdə eşidilirdi. Əslində ismə deyir. Körpə sözü isim olmadığı üçün 3'ü götürmürük. Əslində körpənin səsi demək olar. Amma ismə dediyi üçün demək 3'üncünü götürmürük. Kitab oxuyandan sonra danışarıq. Kitabı oxuyandan sonra danışarıq. Cavablardan biri də olacaq 4. İstirahət vaxtı musiqi dinləyəcəyik. İstirahətin vaxtı. Əslində istirahət vaxtı deyəndə bilirik ki, burada mənsubiyyət varsa, bu qeyri-müəyyən yiyəli çaldadır. Amma elədir ki, burada birinci tərəfi müəyyən yiyəli çala çevirmək olmur. Ona görə də şəkilçi artıra bilmirik. Cavablarımız olacaq 2, 4, bu da olacaq D bəndi. 126. Hansı isimlərə cəm şəkilçisi artırmaq olmaz? Əhali sözünə, həkimlik sözünə və türkçülük sözünə. 1, 3, 5. Kütlələr demək olar, xalqlar demək olar, sürülər demək olar. Amma əhalilər, həkimliklər, türkçülüklər demək olmaz. Ona görə cavabımız olacaq 1, 3, 5. Variant yoxdur, açıq sualdır. 127-ci sual. Nömrələnmiş sözlərdən hansılar adlı halda olan isimdir? Nağıllar və təmsillər ictimai yaralara qarşı kəskin mübarizə vasitəsidir. Xalqımızın mənəvi sərvətidir. Xalqımızın sərvəti mənsubiyyət şəkilçilidir. Ona görə adlı haldadır. Biri olacaq 9. Nağıllar və təmsillər xalqımızın mənəvi sərvətidir. Nə? 1, 2 də adlı haldadır. İctimai sözü isim deyil. Yaralara qarşı kəskin sözü də sifətdir. Bundan da işimiz yoxdur. Mübarizə vasitəsidir. Mübarizənin, bu qeyri-müəyyən yiyəli çaldır. Vasitəsidir. Biri də olacaq 6. Xalqımızın sözü də yiyəli çaldadır. Cavablarımız olacaq 1, 2, 6, 9. 128. Nömrələnmiş sözlərdən hansılar adlı halda olan isimdir? Ana bizim şərəfimizdir. Ana sözü şərəfimizdir sözü 1, 2. Onun məhəbbəti sonsuzdur. Məhəbbəti sözü 3. İnsanın sözü yiyəli çaldadır. İnsanın bütün gözəl cəhətləri nə mənsubiyyətə görə dəyişib adlı haldadır 5. Günəş şüası, günəşin, bu olacaq qeyri-müəyyən yiyəlik, günəşin şüasından olacaq çıxışlı kal, ana südündən, ananın südündən. Deməli ilə cavablarımız olacaq 1, 2, 3, 5. 129. Nümunədə nömrələnmiş sözlərdən hansılar adlı haldadır? Füzuli yurdunun qəm səsidir bu. Füzulinin yurdunun bir qeyri-müəyyən yiyəlik, yurdunun sözü də yiyəlik, qəm səsidir bu. Səsidir. Mənsubiyyətə görə dəyişib, adlı haldadır, 3 olacaq. Pərişan bir elin naləsidir bu. Pərişan sözü sifətli, elin sözü yiyəli çaldadır, naləsidir sözü isə mənsubiyyətə görə dəyişib, adlı haldadır. Biri də olacaq 6. Və cavablarımız olacaq 3, 6. İndi keçirik 130-cu suala. Nümunədə nömrələnmiş sözlərdən hansılar adlı haldadır? Xeyr,
O vaqifdir vəcdə gələrək, bəzən qamçılayır zəmanəsini. Demək, bir olacaq adlı halda. Vaqifdir, 2 olacaq adlı halda. Bəzən qamçılayır zəmanəsini, nəyi təsirli haldır. Allah da çox sevir şiirin səsini. Allah olacaq bir adlı halda. Şiirin sözü yiyəli çal, səsini sözü təsirli al. Deməli, cavablarımız olacaq 1, 2, 4. 131. Hansı cümlələrdə təsirli halda olan isim var? Divarı nəm sürüdər, insanı qəm. Divarı nəyi? 131-də 1 olacaq biri. Dərdi var, dərmanı da var. Onun dərdi var, onun dərmanı da var. Mənsubiyyət şəkilçisi də adlı haldadır. Cavanlıqda daş daşı, qocalıqda ye aşı. Daş daşı, daşı daşı, nəyi? Qocalıqda ye aşı, nəyi? Burada var. 3. Azacıq aşım, ağrımaz başım. Burada da aşım, mənim aşım, mənim başım. Mənsubiyyət şəkilçisidir. Demək, adlı halda hesab olunur. Dostu dar gündə sınayarlar. Kimi? Dostu. 5. Gücü çatan işdən yapışardı. Onun gücü. Bu da təsirli hal deyil. Mənsubiyyət şəkilçisidir. Adlı halda hesab olunur. Cavablarımız olacaq 1, 3, 5. 132. 132-də deyir. Şair sözü hansı cümlələrdə yiyəli çaldadır? Şair düşüncəsini, şairin düşüncəsini. Cavablardan biri olacaq 1. Şairlər peyğəmbərlərdən sonra müqəddəs övliyalardır. Kim şairlər adlı haldır. 2. Çıxdıq xalqın şairi. Mənsubiyyət şəkilçisi də adlı haldadır. 2, 3 getdi. Şairin yazdığı əsərlər kimin, şairin. 4. Şair masa arxasında oturmuşdu. Kim? Şair adlı haldır. 5'i çıxdıq. Şairin qazancı xalq məhəbbətidir. Şairin qazancı. Biri də olacaq 6. 1, 4, 6. 133. Hansı sözlər yiyəli çal şəkilçisi qəbul etsə, 2 hecalı söz kimi qalacaq. Deməli, bu sözlər saitlə başlanan şəkilçi artıranda İkinci saitini itirən sözlər 2 qrupa bölünür. Bunların bəziləri alınmadı, bəziləri millidir. Milli şəkilçiləri ancaq mənsubiyyət şəkilçisi artıranda düşür söz kökündəki sait. Amma alınma sözlərə həm mənsubiyyət, həm hal şəkilçisi. İndi bizə deyir ki, ancaq yiyəli çal şəkilçisi qəbul etsə 2 hecalı söz kimi qalacaq. Deməli, milli sözləri soruşur. Biri olacaq. Şəkil, eyib, ətir sözlərini çıxdıq. Çünki bunlar alınmadı. Yiyəli çal şəkilçisi qəbul eləyəndə də düşəcək söz kökündəki sait. Ona görə 1, 2, 4 qalacaq cavab. 1, 2, 4. 134. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Anam üzümə baxırdı, amma elə bil bu sözlərin heç birini eşitmirdi. Əlimi onun alnına qoydum, ağ saçlarını nəvazişlə sığalladım. Cümlələrin hər ikisinə aid fikirdir. Mənsubiyyət şəkilçili isimlər işlənmişdir. Anam, mənim anam, əlim, mənim əlim. Düzdür. Biri düz götürürük. Cəm şəkilçisi qəbul etmiş isim yiyəli çaldadır. Baxaq. Anam, amma elə bil bu sözlərin heç birini, sözlərin, burada yiyəli çaldadır, amma saçlarının nəyi? 2-də deməli burada yiyəli çalda deyil. Birində yiyəli çaldadır, birində təsirli. Təsirli halda işlənmiş isimlər həm də mənsubiyyətə görə dəyişib. Baxaq. Anam üzümə baxmırdı, mənim üzümə. Deməli, amma elə bil ki, bu sözlərin heç birini eşitmirdi. Sözlərin heç birini nəyi? Deməli, bu fikirdə səhv olacaq. Çünki hər ikisinə aid deyil. İkinci cümləyə aiddir. Cümlələrdən yalnız birinə aid fikirdir. Mənsubiyyət şəkilçisi qəbul etdiyinə görə kökdəki ikinci saitini itirən isim var. Baxaq. Heç birini əlimi onun alnına qoydum.
alnına qoydum. Ağ saçlarını nəvazişlə sığalladım. Düzdür. 1, 4. Eyni zamanda mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimlər var. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimlər var. Həm mənsubiyyət şəkilçisi qəbul edib, həm hal şəkilçisi qəbul edib, üzümə, əlimə. Bu fikirdə səhv fikir olacaq. Cavabımız olacaq 1, 4. 135. 135-in ardı o biri səhifədədir. Verilmiş cümlələr əsasında uyğun fikirləri müəyyən edin. Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir. Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. Cavablara baxaq. Ortaq cəhətlərdir. Təsirli halda olan isimlər var. Baxaq. Kitab ruhu qidalandırır, insanı ucaldır. Kimi? İnsanı. Burada var. Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. Nəyi? Kitabı. Düzdür. Ortaq cəhət kimi götürə bilərik? Çünki hər ikisində təsirli hallı isim var. 1. Hal şəkilçili isim həm də mənsubiyyət şəkilçisi qəbul etmişdir. Baxaq. Kitab ruhu ucaldır. Demək, onun aqibətini. Bu ortaq cəhət deyil, çünki cümlələrin birində var, birində yoxdur. Deməli, 2 olmayacaq. Ortaq cəhətlər deyil. Mücərrəd mənalı isim işlənmişdir. Ruh sözü isim mücərrəddir birinci cümlədə, ikinci cümlədə isə aqibət sözü mücərrəddir. Ortaq cəhətlər deyil kimi yazıb. Qururuzca düzəltmə isim adlı haldadır. Demək, cəmiyyət yaradır. Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. Nə yaradır cəmiyyət? Adlıq haldadır. Bu düzdür. Ortaq cəhət deyil. 4-cü. Cavablardan deməli, bu 3 ortaq cəhətdir deyə bunu götürmürük. Ortaq cəhət deyil. Ona görə 4-ü götürürük. Çünki birinə aiddir bu. Demək, 136. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Göydə tez-tez ulduzlar axmış, dağlardan sərin meh əsmiş və o səhərin açılmasını gözləmişdi. Doğrudur. İsmin bütün hallarına aid nümunə var. Göydə yerlik, ulduzlar adlıq, dağlardan çıxışlıq, meh adlıq, səhərin yiyəlik, açılmasının nəyi təsirlik. Adlıq da var. İyəlik də var, amma yönlü çal yoxdur. Bir səhv olacaq ona görə. Demək, cəm şəkilçisi qəbul etmiş sözlər ismin müxtəlif halındadır. Ulduzlar axmış, nə axmış? Adlıq hal. Dağlardan, demək, çıxışlıq hal. Bu düzdür. İkini götürürük. Mənsubiyyət şəkilçili isim həm də hal şəkilçisi qəbul etmişdir. Səhərin açılmasını deməli, gözləmişdi. Bu səhv fikirdir. Çünki mənsubiyyət şəkilçisi qəbul etmiş isim səhərin açılmağı. Bu məstərdir, isim deyil. Ona görə 3-ü götürmürük ortaq cəhət kimi. Yanlışdır. Yiyəlik halda olan isim yoxdur. Var səhərin sözü. Demək 4 olacaq yanlış. Qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. Baxaq görək. Səhərin açılmasını gözlənmişdir. Səhvdir burada. Yoxdur qeyri-müəyyən yiyəlik halda. Qeyri-müəyyən təsirli halda. 5-də səhv olacaq. Mənsubiyyət şəkilçisi qəbul etmiş isim yoxdur. Səhərin açılması. Bu düzdür. Çünki mənsubiyyət şəkilçisi qəbul etmiş isim yoxdur. Məstər var. Məstər də isim hesab olunmur. Feil hesab olunur. Cavablarımız olacaq 2, 4, 5. 137-ci sual. Verilmiş cümlələr əsasında Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdən ibarətdir. Yığcamlıq zəif əsəri ciddi iradlardan, oxucunu isə darıxmaqdan xilas edir. Baxaq.
Yeni çal şəkilçisi qəbul etmiş isim quruluşsa düzəltmədir. Müstəqil cümlə üzvü deyil. Ədəbiyyatın vəzifəsi düzdür, düzəltmədə ədəb sözündən düzəlib. Müstəqil cümlə üzvü deyil. Ədəbiyyatın vəzifəsi 3-cü növ təyinli söz birləşməsinin içindədir. Deməli, bu fikir düz olacaq. Biri götürdük. Mənsubiyyət şəkilçili isim işlənmişdir. Ədəbiyyatın vəzifəsi. Demək, hadisələri ideyaya çevirməkdən. Vəzifə sözü isimdir, bu da düz olacaq. 2. Düzdür. 2 qrammatik şəkilçili isim var. Baxaq görək. Demək, 2 qrammatik şəkilçili isim var. Ortaq cəhət kimi göstərib. Ədəbiyyatın vəzifəsi. Ədəbiyyatın vəzifəsi hadisələri. Bu düzdür. Burada yığcamlıq zəif əsəri iradılardan. Düzdür. Bu ortaq cəhət kimi bunu götürdük. 4-ə baxaq. Tərkibində yönlü halda olan isim yoxdur. İdeyaya. Burada var. Darıxmaqdan. Birində var, birində yoxdur. Bu səhv cavabdır. Ortaq cəhət deyil bu. Çünki 4-ü çıxdıq. Bütün isimlər müstəqil cümlə üzvüdür. Yığcamlıq zəif əsəri ciddi iradlardan. Demək, nə xilas edir, nə yığcamlıq. Demək, nəyi, əsəri, nədən iradlardan, oxucunu darıxmaqdan. Bu düzdür. Bütün isimlər müstəqil cümlə üzvüdür həqiqətən də. Düzəltmə isimlər eyni haldadır. Baxaq. Yığcamlıq adlı haldadır. Oxucu təsirli haldadır. Bu səhv olacaq. Cavablarımız olacaq. Ödəmək 1, 2, 3, 5. 1, 2, 3, 5. 138'ə baxaq. 138 sonuncu sual. Verilmiş cümlələr əsasında yanlış fikirləri müəyyən edin. Qoca heç kimə baxmadan dəmir papağı götürdü. Tarlanı gürültülü alqış səsləri bürüdü. Hansı məktəbli onun ləzzətli nağıllarını dinləməmişdi. Hər üç cümlədə adlıq halında olan isim işlənmişdir. Dəmir papağı götürdü. Nəyi? Dəmir sözü adlıq haldadır. Tarlanı gürültülü alqış səsləri adlıq haldadır. Hansı məktəbli onun ləzzətli nağıllarını dinləməmişdi? Məktəbli sözü adlıq haldadır. Bu düzdür. Bir düzdür, yanlış fikirlər soruşur. Təsirli halında olan isim yalnız birinci və ikinci cümlələrdədir. Baxaq. Demək, nəyi götürdü papağı? Nəyi bürüdü tarlanı? Nəyi dinləməmişdi nağıllarını? Bu səhv olacaq, çünki bu ortaq cəhətdir. Hər üçündə var. 2 səhv olacaq. İkinci cümlədə qeyri-müəyyən yeri çalda olan isim işlənmişdir. Baxaq. Tarlanın gürültülü alqış səsləri. Düzdür, alqışın səsləri. 3 düzdür. Birinci cümlədə təyin vəzifəsində olan isim var. Birinci cümləyə baxaq. Nəyi götürdü papağı? Hansı papağı? Dəmir papağı. Düzdür. 4-də düzdür. Üçüncü cümlədəki isimlər ayrılıqda cümlə üzvüdür. Baxaq. Demək, üçüncü cümlədəki isimlər. Hansı məktəbli onun ləzzətli nağıllarını dinləməmişdi? Dinləməmişdi kim məktəbli? Nəyi dinləməmişdi? Onun ləzzətli nağıllarını. Ayrılıqda cümlə üzvü kimi işlənmir. Söz birləşməsinin tərkibindədir. Ona görə cavab səhv cavablardan biri olacaq 5. Hər üç cümlədəki bütün isimlər quruluşca sadədir. Baxaq. Papaq sözü sadədir. Tarlanı gürültülü alqış səsləri bürüdü. Deməli, burada da səsdir, alqışdır, sadədir. Hansı məktəbli? Amma məktəbli sözü sadə deyil, düzəltmədir. Ona görə səhv cavablardan da biri olacaq 6-cı cavab. Cavab olacaq 2, 5, 6.